birinizə salam uşaqlar. Tanımayanlarınız üçün mən Səadət müəlliməm. Kanalımda sizin üçün kimya və biologiya fənnindən tapşırıq izahları yer almaqdadır. Bugün isə biologiya 7-ci sinif dərsliyinin 1-ci hissəsindən bölmə 2, mövzu 2 olan çiçəkli bitkilərin orqanları, kök mövzusunun maraqlı nümunələrlə dərs və daha sonrasında da tapşırıq izahlarına baxacağıq. Elə isə keçid eləyək dərsimizə. Aha mövzumuz. Çiçəkli bitkilərin orqanları, kök. Burada açar sözlərə nəzər yetirsək daha yaxşı olar, mövzu haqqında anlayışımız formalaşar. Demək ki, açar sözlərdə verilib əsas kök, əlavə kök, yan kök. Deməli, 3 dənə kökümüz var. Sonra da sistemlər verilib. 2 dənə də buna uyğun sistem öyrənəcəyik. Deməli, kök olaraq 3 dənə kök olacaq. Əsas kök, əlavə kök, yan kök. Bir də mil kök sistemi, saçaqlı kök sistemi. Bunu yadda saxladıqsa, keçid edək mavi olan hissəni bir yerdə oxumağa. Deyilir ki, səhrada bitən saksızaul bitkisinin kökü 10 metrdən çox dərinliyə çatır. Müəyyən bir sahədə çoxdar bitkisinin bütün çoxsaylı köklərinin ümumi uzunluğunu toplasaq, bu bir neçə 100 kilometr məsafəyə bərabər olacaqdır. Yabani əncirin kökləri torpağın 120 metr dərinliyinə qədər çata bilir. Bitkilər formasından, ölçüsündən, yaşadığı mühitdən asılı olaraq müxtəlif köklərə sahibdir. Deməli, uşaqlar, bunu ilk öncə oxumalısınız. Yəni, əgər həqiqətən mövzunu başa düşmək istəyirsinizsə, kitabda olan hər məlumatdan yararlanmaq daha yaxşı olar. Ola bilər, anlamadığınız uzundur, elmi dillə verilib, o zaman mənim videoma klikləyirsiniz. Mən sizə bunu sizin anlayacağınız dildən sadə dildə izah etməyə çalışacağam. Yox, onda da bir sual yaransa, əlbəttə ki, şərh bölməsində qeyd edin, mən çalışdığım qədər tezlikdə onu cavablayacağam. Deməli, bu göy çərçivədəki mətnin əsas ideyası nədir? Yəni, mətn bizə göstərir ki, bitkinin kökü təkcə torpaqda duran balaca bir hissədən ibarət deyil. Biz baxırıq, deyirik ki, balaca bir hissədir, görünən kimi. Amma bitkilər harada yaşamalarından, formalarından, ehtiyaclarından, yəni burada verib formasından, işarətləmişəm, ölçüsündən, yaşadığı mühitdən. Bunlardan asılı olaraq su tapmaq üçün torpağın yüzlərlə metr dərinliyinə qədər gedə bilər və ya yüzlərlə kilometr uzunluğunda şəbəkə qura bilər. Gördüyümüz kimi, burada da yabani əncirdən danışılır, 120 metr dərinliyə gedə bilir. Bunu anladıqsa, keçək buradakı suallarımıza da nəzər yetirək. Nə deyilir? Sizcə çiçəkli bitkinin kökü olmasa yaşaya bilərmi? Nə üçün? Xeyr, yaşaya bilməz. Səbəbi də bundan ibarətdir ki, yəni nə üçün sualına cavabımız bundan ibarətdir ki, bitki torpağa bərkiyə bilməz, külək asanda aşar. Dediyim kimi, torpaqdan su ala bilməz, gövdəyə ötürə bilməz. Belə elmi dildə isə belə yaza bilərsiniz. Torpaqdan su və mineral maddələri sorub, gövdəyə və ya yarpaqlara ötürə bilməz. Nəticədə quruyub məhv olar. Biz də bayaqdan bilirik ki, kök müxtəlif ölçülərə əsasən, formalara, ölçü, yaşadığı mühitdən asılı olaraq müxtəlif köklərə sahibdir. Yəni, kök sayəsində su alır. Dedim ki, şəbəkə qurur. Necə kök olmasa yaşaya bilər? İkinci sualımıza baxaq. İkinci sual, niyə kök haqqında ambar, nasos və lövbər anlayışlarından istifadə edə bilərik? Gəlin düşünək, çox maraqlı bir sualdır. Ona görə elə maraqlı şəkildə cavablayaq. Məsələn, ambar. Bəzi bitkilər hazırladıkları ehtiyat qida maddələrini öz köklərində toplayıb saxlayırlar. Yəni, o ehtiyat qida maddəsidir. Ehtiyac olduqda ambar rolunu oynayır. Kök ondan istifadə edir. Sonra gəlir nasos. Nasos suyu necə yuxarı çəkirsə, kök də torpaqdakı suyu və suda həll olmuş qida maddələrini yuxarıya, dediyimiz kimi, gövdəyə və yarpaqlara doğru sorur, yəni çəkir nasos kimi. Sonra bir də lövbər anlayışı isə, gəmi lövbəri gəmini suda sabit saxladığı kimi, bunu bilirik, kök də bitkini torpaqda bərkidir, küləyin və ya suyun onu aşırtmasına icazə vermir. Mən lövbərin şəklini bura yerləşdirəcəm. Siz bəlkə də görməyənləriniz varsa, görüb tanıyar və hər hansı bir filmdən, çizgi filmdən də gördüyü şey artıq elmi dərəcədə onun beynində formalaşır və bu suala elə özü də cavablaya bilər uşaqlar, siz. Bitki orqanları. Bitki orqanları uşaqlar. Mən sizə qısa şəkildə deyəcəm, bütün hamısını oxumağa ehtiyac yoxdur. Bitki orqanları 2 cür olur. Funksiyasına görə əlbəttə ki. Vegetativ, generativ. Vegetativ orqanların funksiyaları nədir? Vegetativ orqanların funksiyaları böyümədə, inkişafda, həyat proseslərdə iştirak edir. Yəni, vegetativ orqanlar hansılardır deyəndə də onun funksiyasını nəzərə alıb yadımıza salsaq, kök, gövdə, yarpaq deyəcəyik. Daha sonra bir də dedik, generativ orqanlar vardır. Generativ orqanlar isə toxum, çiçək, meyvədir.
Onlar isə çoxalmada iştirak edir. Aha, burada da yazılıb, bitkinin çoxalmasında iştirak edir generativ orqanlar. Deməli, bitki orqanları iki cür olur: vegetativ və generativ. Tez bir sürətlə üstündən keçək. Bunlar funksiyasına görə ikiyə bölünür: vegetativ, generativ. Vegetativ orqanlar bitkinin böyüməsində, həyati proseslərdə, inkişafda rol oynayır və vegetativ orqanlar kök, gövdə, yarpaqdır. İkinci generativ orqanlar var idi. Generativ orqanlar isə toxum, çiçək, meyvədir. Toxum, çiçək, meyvə, yəni generativ orqanlar bitkinin çoxalmasında iştirak edir. Bunu anladığımıza görə keçid edə bilərik kökün quruluşuna. Ondan əvvəl bir dənə qeyd edeyim. Mövzumuzun adına baxırıq. Çiçəkli bitkilərin orqanları. Baxın, çiçəkli bitkilər var, çiçəksiz bitkilər var. Çiçəkli bitkilərin orqanlarına kök, gövdə, yarpaq, toxum, çiçək, meyvə aid ola bilər. Amma çiçəksiz bitkidirsə, deməli bura kök, gövdə, yarpaq, toxum aid olacaq. Çiçəklə meyvə aid olmayacaq. Çünki burada çiçək, meyvə, çiçəkdən də meyvə əmələ gəlir bildiyimiz üzrə. Keçək kökün quruluşuna. Baxın, burada göstərir də. Məsələn üçün, meyvə nədir? Bilirik. Bu nə bitkisidir? Pomidor. Pomidorun kökü göstərir. Baxın, kök. Baxın, şaxələnib belə şəbəkə formasında. Bu yerin altındadır əlbəttə ki. Sonra deməli kök vegetativ orqandır göstərir. Sonra bu gövdəsi, gövdə baxın, budur. Mən işarətləyirəm hamısını. Bu gövdədir. Gövdə. Bunlar gövdədir. Vegetativ orqandır. Daha sonra gəlir yarpaq. Vegetativ orqanlardan biri. Bu yarpaqlarda hamımız tanıyırıq. Bu. Nəysə bunları bilirik. Sonra gələcək bunun çiçəyi. Çiçəyi sarı rəngli olanlardır. Baxın, bunlar da gedib. Çiçək nə idi? Generativ orqan idi. Deməli bu çiçəkli bitkidir. Sonra meyvəsi var. Yenə çiçəkli bitkidir deyəcəyik. Baxın, meyvə pomidorun meyvəsidir. Pomidorun meyvələri var. Bir də toxumları. Pomidorun içində onsuz da görmüşük ki, belə toxumları var. Toxumlar da generativ orqanlara aiddir. Keçirik kökün quruluşu. Kök bitkinin vegetativ orqanlarından biridir. Bilirik. Bunu da tam oxumaq istəyirsinizsə. Demək deyə bilərik, kök bitkinin əsas orqanlarının biridir. Uzunluğu uc hissəsi ilə böyüyəcək. Kök deməli uc hissəsi ilə böyüyür, uzunluğuna böyüyür. Kökün ən uc hissəsində nə yerləşəcək? Ən uc hissəsi, yəni budur baxın, ən uc hissəsi kök üsküyü. Burada şəkildə göstərmək çox yaxşıdır. Kök üsküyü yerləşir. Baxın, kök üsküyünü yaxından verib. Kök üsküyü. Sonra deməli bu xüsusi hüceyrələr vardır burada. Yəni kökün üsküyündə olan hüceyrələr kökün ucunu qoruyur, torpağa daxil olmasını daha da asanlaşdırır. Elə həmin o hüceyrələr də vardır ki, onlar uzunluğa böyüməni təmin edəcəkdir. Məhz bu hüceyrələrdə elə törəci toxum hüceyrələrdir, o xüsusi hüceyrələr dediklərimiz. Belə keçək digər səhifəyə. Bilir ki, kök bitkinin yeraltı orqanıdır. Mən onu bayaq izah elədim. Bitkinin bütün kökləri onun kök sistemini təşkil edir. Yəni bütün köklər cəmi kök sistemidir. Toxumdan əsas, gövdə yarpaqlardan isə əlavə köklər inkişaf edir. Əsas və əlavə köklərdən inkişaf edən köklər yan köklər adlanır. Əslində bu çox asandır. Amma bu artıq sinif artdıqca həmişə lazımınız olacaq bir detaydır. Mən işarələyirəm bu hissəni, məncə həm əzbərləyin, həm də anlayın, asandır. Deməli, bütün köklərin cəmi kök sistemini təşkil edir. Toxumdan əsas, gövdə yarpaqlardan əlavə köklər inkişaf edir. Əsas və əlavə köklərdən də yan köklər inkişaf edir. Əsas və əlavə köklərin inkişafından asılı olaraq mil və saçaqlı kök sistemləri vardır. Mil kök sisteminin yaxşı inkişaf etmiş əsas kökü vardır, yan kökü vardır. Saçaqlı kök sistemində olan bitkilərdə isə əsas kök aydın seçilmir. Deməli, deyəcəyik ki, mil kök sistemində kök, əsas kök aydın seçilir. Saçaqlı kök sistemində isə seçilmir və yaxud heç olmur. Burada bizə bitkilər göstərib. Buna da nəzər salın. Ən tanıdığımız günə baxan mil kök sisteminə malik imiş. Sonra soğan, saçaqlı kök sisteminə malik imiş. Belə əsaslarla yada saxlaya bilərsiniz. Sonra düşün, müzakirə et, paylaş. Köklər ağac budaqları kimi yerin altında budaqlanır və ya şaxələnir. Nə üçün? Çünki köklərin budaqlanması onlara torpaqdan daha çox su və qida maddəsi udmaq üçün lazımdır. Yəni o şaxələnir ki, gedib qidalı maddələr su udsun, sorsun və gövdə və yarpaqları ötürsün. Mən videonu dayandırdım və əsas hissələri buradan oxudum, sizin üçün seçdim, qısalaşdırıb sizə deyirəm. Deməli, bitkinin kök sisteminin 4 əsas funksiyası vardır. Bu əsas funksiyalar hansılardır? Birincisi, dayaq rolu oynayır. İşarətləmişəm. Köklər bitkinin torpağa bərkidir və yəni lövbər kimi dediyimiz nümunə var idi ya dərsin əvvəlində. Sanki onun rolunu oynayır, müəyyən bir vəziyyətdə saxlayır. Daha sonra qidalanma rolu oynayır. Qidalanma rolu olan hissəni də qeyd etmişəm. Bitki kök vasitəsilə torpaqdan qidalanmanı təmin edir. Su və suda həll olmuş mineral maddələr orqanizmə daxil olur. Ehtiyat qida maddələri rol oynayan da var, kökdə toplanan. Bunlar da yer kökü turpçuğundur, georgendədir əsasən. Bir də mikoriza vardır. Mikoriza nədir? Göbələklərlə dostluqdur. Köklər göbələklərlə şəriklik yaşayır, sanki simbioz yaşama buna deyilir. Göbələk kökə su verməyə kömək edir, kök isə göbələyə hazır qida verir. Məncə bu sadiyyətdə qalır. Gəlin tez üstündən keçək.
Dayaq rolu var, qidalanma rolu var, ehtiyat qida maddəsi rolu var, göbələklər əldostuq, yəni mikoriza rolu var. Gəldik tapşırıqlara. Öyrəndiklərinizi tətbiq edin. Verilib ki, şəkildə verilmiş köklərin funksiyalarını müəyyən edin, cavabınızı əsaslandırın. Birinci şəklimiz. Bilmirsinizsə də öyrənin. Bu şəkildəki bitki, artıq işarələdiyimi göstərirəm. Bu şəkildəki bitki Georgindir. Buraya yazaq Georgin. Georgin də bayaq dedik ki, ehtiyat qida maddələrini toplayır kökündə. Bunun əsaslandırması da kökün yoğunlaşaraq kök yumumlara əməl gətirilməsi qidanın burada toplandığını göstərir. Baxın, deyildiyi kimi kök yoğunlaşıb kök yumumlara əməl gətirib qidanın burada topladığını göstərir. İkinci şəklə keçirim, göstərim ikinci şəkli. İkinci şəklimiz bu şəkil iri ağac kökləridir. Funksiyası bitkini torpağa bərk etmək, yəni dayaq funksiyası rolunu oynayır və torpaqdan su və mineral maddələri sorub yuxarı ötürür, gövdə və yarpaqları ötürür. Əsaslandırması da belə olar ki, dərinə və ətrafa şaxələnmiş böyük kök sistemi ağacı küləkdən qoruyur, gövdəni dik saxlayır, bunu bilirik. Sonra keçək üçüncü rəsmimizə. Bu da dayağa sarılmaqdır. Görürsünüz, dayağa sarılıb, dırmanmaq və bitkini şaqlı vəziyyətdə saxlamaq rol oynayır, yəni əlavə köklərdir. Əsaslandırması da belə olar ki, zəif gövdəli bitki əlavə kökləri vasitəsilə başqa bir obyektdən yapışaraq yuxarı doğru böyüyür. Bunu da bildik. Keçirik dördüncü şəklimizə baxırıq. Dördüncü şəklimizdə havada olan köklərdir. Bu havadan nəmi, yağışı, yağış suyunu udur, bitkini ağac budağına bərk edir. Ağac budağına bərk edir. Əsaslandırması da belə olar ki, torpaqda bitməyən bu bitkilər kökləri vasitəsilə birbaşa havada olan rütubətdən bəhrələnir. Müzakirə edin hissəsində sualımız var. Hansı iki funksiyanı bütün köklər mütləq yerinə yetirir? Hansı iki funksiyanı bütün köklər mütləq yerinə yetirir deyəndə deyirik ki, 1. Deyirik ki, 1 qidalanma, 2 dayaq funksiyası rolu. Nəyə görə? Qidalanma torpaqdan və ya ətraf mühitdən su mineral maddələri sorub mənimsəyir. Bərkitmə, yəni dayaq funksiyası bitkini olduğu yerdə, torpaqda, başqa bitkinin üzərində dayaqlarda sabit saxlayır. Keçirik öyrəndiklərinizi yoxlayın. Deməli, şəkildə göstərilən bitkilərin kök sistemlərini müəyyən edin. Mil və saçaqlı kök sistemlərinin fərqləndirici xüsusiyyətləri hansılardır? Baxaq. Bitkilərimizin adlarını yazaq. Birincisi turp və yaxud da çuğundurdur. İkincisi böğürtgen. Yaxud da elə ot bitkisi deyə bilərik. Üçüncü yer kökü təbii ki. Dördüncü bağa yarpağıdır. Bilmirsinizsə öyrən, yazıram hamısını. Beşincisi zəncirotu yaxud yarpızdır. Altı noxud ya da lobyadır. Yedincisi taxıl və yaxud da buğdadır. Demək, bizdən soruşur ki, bitkilərin kök sistemlərini müəyyən edin. Bildiksə bunları birdən silirəm. Səliqəli şəkildə yazıram. Demək, mil kök sistemi olanlar hansı olacaq? Birinci, bu olacaq. Turp yaxud çuğunduruydu bu. Əsas kökü yaxşı inkişaf edib, ehtiyat qida toplayaraq kök meyvə əmələ gətirib. Daha sonra mil kök sisteminə aid olanlardan yer kökünü deyə bilərik. Bura mı yazanda bilin, mil kök sistemidir. Yer kökü, mərkəzi ana kök qabarıq şəkildə seçilir. Sonra yarpız 5-ci, bu da mil kök sistemidir. Yaxud zəncirotdur bu da. Yoğun mərkəzi mil kök və ondan çıxan yan köklər aydın görünür, doğrudur. Baxın. Sonra 6, noxud yaxud lobyadır bu. Bu da mil kök sistemidir. Mərkəzi əsas kök və şaxələnən yan köklərə malikdir. Mərkəzi əsas kök. Əsas kök yəni varsa seçilirsə bu mil kök sistemidir. Sonra saçaqlı kök sistemi olanlarda yerdə qalanlardır. Əsas kök seçilmir. Baxın, böğürtgen yaxud ot bitkisi də seçilmir. Köklər dəstə şəklindədir. Sonra dördüncü bağa yarpağıdır. Əsas kök zəif inkişaf edib və yaxud erkən dayanıb, əlavə köklər yəni çoxdur. Yedincisi, bu da dedik ki, bunlara yazıram. Dəqiqə saçaqlı. Bu yedincisi isə əsas kök nəzərə çarpmaz dərəcədədir. Köklər saçaq şəklində yayılıb. Baxın. Burada heç nə seçilmir. Yəni saçaqlı kök sistemidir. Sonra mil və saçaqlı kök sistemlərinin fərqləndirici xüsusiyyətləri hansılardır deyirdi. Mil kök sistemi əsas kök yaxşı inkişaf edir, yoğun olur. Digər yan köklərdən aydın seçilir. Əsasən 2 ləpəli bitkilərdə olur. 2 ləpəli. Bunu yadda saxlayın.
Saçaqlı kök sistemi əsas kök zəif inkişaf edir və ya tez quruyur. Kök sistemi gövdədən çıxan çoxlu eyni ölçülü və ya əlavə və yan köklərdən ibarət olur. Saçaq formasında olur. Əsasən birləpələyi bitkilərdə olur. Sonra keçək ikinci suala. Bu suala keçək. Bircə dəqiqə ayırım bunu. Suya qoyulmuş ətirşah budağından hansı köklər inkişaf edir? Cavab əlavə köklər inkişaf edir deyəcəyik. İzah da bundan ibarətdir ki, gövdə, budaq və ya yarpaq kimi veqetativ orqanlardan əmələ gələn köklərə əlavə köklər deyilir. Ətirşah budağı suya qoyulduqda kök rüşeymindən deyil, birbaşa gövdə toxumasından kök atdığı üçün bunlar əlavə köklər olacaqdır. Bugünlük dərsimiz bura qədər. Dərslə bağlı, tapşırıqlarla bağlı hər hansı bir sualınız varsa, şərhlər bölməsində qeyd etməyi unutmayın. Gələn dərslərdə görüşəndək. Sağ olun.